Azad Azərbaycan Teleradyo Yayım Şirkəti və Soy Production təqdim edir. Gəlinlərin ağası, yeznələrin bəlası, qaynanalar qaynanası. Söhbətin var xırdalasın, hər işini qurdalasın, hamını barmağına dolasın. Sevinə, sevinə evinə, gələnə yazıq o, gəlinə başına. Ayın açır, oğul ondan qaçır, gəlin ondan qaçır, qorxusundan. Mız mız qaynanamız, universal qaynanamız, hər iş gəlir sənin əlindən. Mız mız qaynanamız, qaşqabaqlı qaynanamız, ara gedək sənin əlindən. Mız mız qaynanamız, universal qaynanamız, hər iş gəlir sənin əlindən. Mız mız qaynanamız, qaşqabaqlı qaynanamız, ara gedək sənin əlindən. Onu mənə çağırın gəlsin. Onu mənə çağırın gəlsin. Onu görüm yüreğim gitsin. Yatıp burada yere. Lemper. 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 Sen de kim atıp oraya? Bədbəxt qızı bədbəxt. Dönüb cibiyə yer. Qapıdan qovulayıram, səhər durub görəm pastelimdən. Dur ayağa. Dur gəl bura. Nə əcəb girməmsən içəri? Söz danışdın da səndə. Deyil. Mən ortadan pərdəni götürüb bilmərəm. Sən Allah. Nə pərdə, sən karnizlə götürdün. Nə sırıdın mənə bu kətçi qızını? Nə sırıdın bunu mənə? Ağanız, yaxşı olacaq, valla yaxşı olacaq. İnanıram, yaxşı olmayıb, nə eləyəcəyim? Əgər o Bakir tubunu almasan, Alıcı. baxacaqsən də, nə tufan qopacaq, baxacaqsən də. Dur ayağa, dur ayağa yeri ged evə, biraz dincəl eləginə, özvə gəlginə. Dur ayağa get, çim eləginə. İmaşla civə məni bir dənə kisələdilər, bir dənə cimdirdilər. Bunları nə eləyim ağanız? Allah onları xoşbəxt eləsin. Apar özündən övizə də, apar qoy orada. Bəlkə yenə lazım oldu, apar. Bəli, bəli ağanazdır. Kimdir? Yox, tanımıram. Artistsiz? Yox qızım, mən nə bilim, teatrada, kinoya zada baxmıram, tamaşaya zada gedir. Dəxli yoxdur, sözünüzü deyiz. Rol vermirlər, mən də neyini bizə rol vermirlər? Cadı eləyim bizə rol versinlər. Ama qızım, sən özünü göstərginə, böyüklərimiz görsün səni, belə biraz, indi biraz bizə elə zəmanədir ki, gələk gözə girəsən də, gözə gir də. Qızım, valla mən sənə bir kömək eləyə bilmərəm, mənim balam. Sənin 2 yaşın var? 68. Ay anam, mən cavab eləmirəm. Mən kömək eləyə bilmərəm sənə. 102. Alo, adını çək, kulağını buraya, ürəyimdən bu dəqiqə sənə zəng eləmək keçirdi. Mənə bax, sən o elanı necə vermirsən? Adı cadı gecəliyiblər mənə səhər tezlərində cadı elə. Oxu görüm o elanı. Ekstra ses cadıgar yox, Ekstra ses ruh çağıran və ruhlarla danışan. Ay sağ ol, cin çıxardan. Çıldar, nəzər çıxardan. Ay sağ ol, cin çıxardan, sonra nəzər çıxardan, sonra axırda çıldar. Oldu? Yaxşı, zəng eləyəcəm sənə. Düzəld o elanı. Allah
səni xoşbəxt eləsin. İnanırsan quş kimiyəm və quş ki nə yeyirsən? Toyda qalan kebablardır. Az ölərsən sən nə qədər yeyirsən? Sən nə qədər yeyirsən ay civa? Hara gedir bu sənin yeməyin? Ana, inanmazsan. Sizdə yediğim yemekler elə dadlı olur ki. Sən Allah. Bizdə yediyin yeməklər eysandır da ona görə. Deyirəm səni alan olsaydı mənim canım qutarardı yeri. Valla. Doğrudan ha. Bir dənə səndən söz soruşum, amma incimədin də. Mən birdən ki pis hərəkətimi görmüsən sən. Heç danışmaz. O nə deməkdir? Bax mənim haqqımda şayə zad eşitmisən ha. Sən cəmaat haqqında şayə buraxırsan, qoyursan ki sənin haqqında şayə deyən olsun. Yaxşı, mən oğlanla görmüsən ha. Ay mən səni güdürəm, dəlisən, səni dayıram mən. Onda mən xuduya işə almadım. Raket olar, çəkərəm bunu, baxıyorum. Yox, gedin. Sınav telefon. Yaş almadın. Səni mən beləncə öyündən çıxarda bilmirəm. Ondan sonra da yaxamdan düşərdi. Nə qəşəysən az bugün, hə? Doğrudan deyirsən. İnanmayacaqsan cibə. Amma gecə gündüz səni fikirləşirəm. Düz deyirsən. İnanmayacağam. Cibə and olsun Ağanaz xalanın corabındakı xeyir bərəkətə. Səni görəndə elə bilirəm ki, mən sənin ağatlı oğlanınam, amma prosta hələ atım yoxdur. Səni görəndə həyəcandan elə tərləyirəm, heç kim mənə yaxın dura bilmir. Səni görəndə elə bilirəm, mən qazanıram, sən yeyirsən. Səni görəndə elə bilirəm, uşaq mənim arvadımsan, 3-4 gündür getmirsən dədən evinə. İmaş, çox yaxşı danışsan da, amma bilirsən, mən sənə heç vaxt ələ gələ bilməyəcəm. Çünki sən mənim elə bil ki, xalam oğlusan. Alo. Bəli. Ay can Məmiş müəllim, bəli, eşidirəm sizi. Nə danışırsınız? Oy, biabırçılıq. Məmiş müəllim, Allah onun yüzünü qara eləsin. Məni sizin yanınızda çox məşğul etdim. Mən gəlin belə danışam. Dünənləri Filippindən fil kimi daya gətirmişəm. Əla. Dilləri bilir, bəli. Bəli, İngilis də bilir, Fransız da bilir, Rus dil də bilir. Məmiş müəllim, it dil də bilir. Mən onu göndərəcəm sizin yanınıza. Baxın, oldu. Sən Allah məni bağışlayın, sən Allah. Xaloğlu olanda nə olar? Xaloğlu adamdır. Adamın xalası qaynanası olanda nə olar? Onsuz da hamı qaynanaya xala deyir də. Yox, bəziləri təzə şirinlik eləmək üçün qaynanaya ana deyirlər. Amma bir aydan sonra qaynananın ünvanına elə sözlər deyirlər, qaynana evi maddilərə verib götürsə yaxşıdır. Səni biabır olasan elə, səni elə. Zəhrimar alo, Azdar alo. Kəzban, sən adam deyilsən ki, sən çörək yemək istəmirsən ki, mən sənə çörək verdim. Canımı azdar eləmsən, məmişin uşağımı ödəniş qoymuşsan az. Az 7 kiloluk uşaq veriblər sənə, 1 ay 3 kilo yarım qeydərmişsən özlərinə. Dəlisən sən, uşağın qarşısında öz başını yemişsən. O boydana xala demlikdə hər gün boşaldırdın qarnıva şiş batsın, gödənbə köpək qızı. Nə bundan sonra mənim yoluma çıx, nə də mənə zəng elə günə. Gödənbə, utanmaz. Bilirsən İmaş, mənə bağışla, amma mən sənə başqa gözlə baxa bilmirəm. İncimə. Xala? Ağanaz? Nə olub Ağanaz? Yox. Aycan? Yox. Ay Allah. Götürdün. Ay? Başlısı götürdün. Gələndə girdim restorana, toyun kasetinə baxdım. Ağanaz, nə yaxşı mən varam. Deməli, Ne oldu? gedib oturmuşsan qohumun İsrafilin yanında.
Diyorsun ki Mustafa dur get pulu yazdır. Sonra gel ne kadar istəyirsən ye iç. Bu da andaman edir ki bəs ağa nasıl yazdırdım axı bunu. Diyorsun ki mən sənə inanam, dəftərə inanam. Kişi durur ayağa, şalvarın darta gedir pulu yazdırır, gəlir oturur yenə iç. 3 dəfə belə kişini məcbur edirsən, gedir pulu yazdırır, gəlir. Görürsən piyandı koyursan da boynuna. Yavruçuluk. Ne ararsan ye sen. Hadi bakalım. Al! Meditasiya. Nəbatım, Ay can, hardaydın bu vaxta kimi? Ay Nəbatım. harda olacam kətdə? De görüm nə edirdin kətdə Nəbatım? Səhərdən axşama kimi eşek kimi işləyirdim. Bax qoyun qırxırdım, inək sağırdım, toyuq yumurtladırdım, itin qabağına yal atırdım. O qədər belə romantika ilə məşğul olurdum ki. Tüklərin biz oldu Nəbat. Niyə, nə oldu ki? Məndən romantikam axı. Yaxşı. O qədər gecələr Səyyad Əlizadənin mahnısına qulaq asıb yatmışam kürəyim. Uy da. Sən nə bürcüsən? Mən şirəm də, alqısı 20-si. Şir. Şirlə qızın qarışığı. Şirin qızıyam da mən. Şirin mənim. Süd verən inəyim mənim. Otlayan dovşanım mənim. Kənd toyuğum mənim. Xoruldayan donuzum mənim, çoban itim mənim, dağ keçim mənim, bir yılxı itim mənim, çaqqalım mənim. Yaxşı da. Çox dərinliyə getmə də, bir dayan da. Qoy biraz da deyim də, romantika Yox. Ne oldu ya? Axırı ne oldu? Deməli ağlamaz. Sən toyda düz ortada dayanmısan. Bir dənə belə oynamaq oynamırsan. Ben. Kalacaq bax belə yavrucuq. Sonra bir dənə belə fırlanırsan. Bir dənə bununla. Maş bir de fırlarım. Ha, bir dənə də bu yana fırlanırsan belə. Bir dənə də bununla. Kalacaq yavrucuq toyun ortasında. Ana da sənə baxar. Gel senin başına bir tane garaj Gucci panik koyun. Antikasına vastoşlu. Ya giyindirim. Sonra xala. Boncuklarla zaten paltar. Onsa ışığı söndürürlər də, aşı getirəndə, hə? Qaranlıqda kimdir səni tanıyan, kimsən, neçisən? Aş getir, döylərim səni qoylara. Mən qələt. Sənin canın, xala canı. Yox, qələt. Sən də qazan, mən də qazanım. Qələt eləyərəm ağa. Nöşünü? Bir dənə mən yadımdadır klon göndərdim. Hə, pis oldu. Getdim oturdum mənim müəllimin qucağında. Mən də çıxartdı sənə 25 manat verir. Xəcalət çəkdim. Hədə yox, o elə o şey kişi deyil. Ha ne oldu? Yine bağladılar qapını ki. Gelin dayı. Xuday! Odur. Gel ata utanma, sənə qurban olaram ben. Qurban olaram sənə. Təbrik anam, təbrik. Biri sağlıma ne gəlir? Deyirəm ki, gel Xuday götürsün səni bıçaqla. Kinolardakı kimi də beləcə. Yaxşı olsun, interes olsun. Sən də çəkkinə yapışır kasetə, kaset gəlib çıxsa da. Hacı. Nə qucaq? Sən bilmirsən, mən qırıcam bir dənə himə bəndəyim. Mən onu necə götürüm qucağıma? Navat, Navat. Gel acığa sen onu götür kucağına. Hepsini götür. Ay siz nə danışırsınız? Mən xudunu niyə qucağıma almalıyam? Mən qucağıma ancaq uşaq ala bilərəm ha. Babat da elə uşaq deyirdi, atlanmışdı ortaya. Ne oldu? Hə? Ne oldu? Özdə mənə bax, sənə biz qabaqcaq danışmaq düşmür daxı. Bir çay hoppan yine, sonra hop dinəndə. Gel götür qayçın, get o lenti keskinə, qutayginə, girin içəri. Ayma, mən televizorda görmüşəm ki, içəri girəndə lenti kəsilir, daha çıxanda yox. Ay gelin bacı gel qaynamanla söz güləşdirmə. Ne deyir onu el? Heç bir ağzına ləhçingıl verər. Sən nə evə lazımdır? Qaynana mən də özüm bilərəm. İstəyirəm söz güləşdirəm, istəyirəm döşəkdə güləşdirəm. İmaş. Belə düşmüş İmaş. Yavaş. Ay qız, ala, ay gəlin. Ala.
Al kes bu soğukanı. Gel. Dilibi de kes, lenti de kes. Gel. Gel. Ha, diğer görüm. Diğer görüm. Bir gör kimdi? Kim Gelsin olsun? kapıda. Klinetlerin de Gel çıkmaz. gör da, bir gör kimdi? Deyirəm də piraxalımı verdi. Evdə. Buyurun hanım, buyurun. Hoş gelmişsiniz. Salam. 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 Ne lazım idi? Üzr istəyirəm, çıldaq buradır. Əlbəttə çıldaq burada. Ağanaz xanımın çıldağı burada. Düppədüz gəlmişsiniz. Sizə çıldaq lazımdır. Hə, Nə olub ki? mənə çıldaq lazımdır. Nə olub? Mən təzə gəlinəm mən. Toy gecəsində qorxmuşam. Yaxşı. İndi Ağanaz xanım gələr, hər şeyi həll eləyər. Narahat olmayın. 20 manat verin növbəyə yazım sizi. Ağanaz xanım hər şeyi həll eləyəcək. 20 manat verin. Yaxşı. Buyurun Ağanaz xanımın otağına. İndi o gəlib hər şeyi həll eləyər. Buyurun. Ora yox, ora yox xanım. Buyurun bura. Buyurun bura. Keçin. Bu dəqiqə Ağanaz xanım gəlib hər şeyi həll eləyəcək. Bu dəqiqə. Ay qız gəl çıx da acından öldüm axı. Az Rus gibi kusun ne kadar növü var az. Mənə bax. Selskaya saçkaları. Любительская. Doktorskaya. Doktorskaya. Servulat. Servilat. Ay sağ Ay, Moskovskaya. ölürəm də bunun üçün. Mənə bax o nimçələr çıxardım. Sabah yenə gətirər sana yaxşı. Yaxşı. Al. Bir də deyir, bunların hamısını bir günə yeyəcəksən. Bunlar o qədər dadlıdılar ki, bəlkə özümü saxlaya bilmədim. Onda toy mübarək. Ne oldu? Təzə gəlindi, gəlib. Buyurun. Deyir, toy gecəsi nədənsə qorxmuş. Yaxşı az. Gic gülmə yine. Gic oynama yine. Elə dedi. Adımız var, sanımız var, cavati bize güldürme yine. Qorxub da, qorxub. Geri sal onu hamama. Hamamı göster yani. Koy yoğunsun gel lan. Neye gülürsen bala? Toyumdu da gülmüyor. Abla sen toyun kurtardı, hepsi o. Biraz ağır ol, biraz Batman gel. Sen teze gelsen axı. Buyur. Harda geldi oynayırsan, neçə geldi gülürsən. Bizi cəmaatın yanında biabır eləməsən Allah. Başa düşmədim. Biabır eləyib nə varıram? Mən sizə biabır eləyəsi olsaydım, toydan başqasına qoşulub qaçardım. Vapşeta. Rusça danışan dilvi dədölü gitsin. Ne bilirsən elə ginən. İndi babat gəlsin. Babat gəlinə qədər düz divara dırmaş. Ondan sonra babat səni yaşayıb quru sərəcək. Mən davaya girməyəcəm ha. Bax. Məni? Hə səni. Məni yuyub sərəcək. Hə. Mən adam axtarım, yuyub sərim. Sən Məni bax. yuyub sərən hələ anasından olmayıb. Hə. Elə eləməyin də mən o brizimi göstərində, eləməyin də bunu da. Maşallah oğlum, maşallah. Bax gözün aydın. Birinci arvaddan gül dərdin, bundan da gülab çəkəcəksən. Bütün taksırlar da özündədir. Sənin özündə. Beşi dəfələrlə sənə dedim ki, yumruğu vur stola. Vaxtında o yumruğu stola vursaydı, indi bunlar belə danışa bilməzdilər. Bu oyunlar bizim başımıza gəlməzdi. Mama, bak bir dəfə sənin acığı var, o yumruğumu sıxıb vuracam sonra. Görərsən, qoy qırıcım partlayıb dağılsın evdə. Ay belə cəhənnəmə partlasın. Qoy partlasın, qarnından sallana gezgidə. Əgər mən onu aparıb tikdirsəm ha, atamın qızı da ölər. Kəs bu soğuqanda tutar. Kəs. Kimdi yenə? Geldim, geldim. Qoymur bu andırı kəsək, qoymur. Qoymur bu andırı kəsək. Vay 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 vay. Ay salam qardaşım. Hoş Ay geldiniz. salam Buyurun, buyurun, qardaşım. geçin. Nədir adın sənin? İmar. İbaş, salam ay İbaş. Gel artık. Hoş geldin. Hoş geldin sen, hoş geldin sen. Hoş geldin. Hoş günlərə gələ inşallah. Ha kimdi orada? Ağanaz təzə qudalarındır. Allah mənə səbir ver Allah. Geç. Geri görün. Geç içeri. Geç. Nereye?
Ha. Geri day, işini dur tezini day. İşin var senin. Köynəsi də var idi. Dərdi yoxdur. Yox. Dən böyüdən qan iyi gəlir. Aynen qarnını soyub gətirmişsən qardaş, qan iyi gələr də. Ya vallahi deyəsən burada qan düşəcək. Siz rahatça bir-birinizin qanını axıdın. Mən də öyle ihtimala qarşı gedim skor olmuş maşını gətirim, həyatda dayansın gözləsin. Ey var, kimə nə olub ki? Hələ bilmək olmaz. Sən. Apar qayışını qoy ora. O ləbləbini gətir bura. Atovanova sən demisən gəlsinlər bura? Mən iş gecə vaxtım olub ki, bir götürüm kiməsə zəng edim. Nabat, gəl səninlə şərti şumda kəsək ki, xırmanda yabamı sınmasın ha. Gecikmi sənə ağanaz. Şum işi keçib. Xeyr, qutarmayıb. Hələ ağana şumlayıcı. Şumla ya ağanaz, şumla. Nabat, bura mənim evimdir. Götürmə. Burada mənim qayda qanunlarım işləyir. Burada mən nə desəm o da olacaq. Sənin qayda qanunların qaldı atomun töyləsində. Kətdə. Başa düşdün? Eşitdin? Ağanaz, mən belə sakit bilməyəm. Bax, mən gülürəm, oynayıram, üzü gülərəm. Amma niday bok mənim quyruğumu tapdalayasan. İnanam, zəhəri tökürəmsən. Eləməyin də qurban olun, üzümü çöndərməyin də mənə, qurban olun. Qoy adam kimi oturum da yerimdə də. Hoş gəlibsiz, hoş gəlibsiz. Ay salam ay. Saqqal. Nə sağ olasın. Salam xala. Güləkən, maşallah, ne güzelleşmişsin ha. Kişi olmuşam da. Əlbəttə bir sənəm. Mən öpüşdən zəhləm gedir. Buyurun, xoş gəlmişsiniz. Yaxşı, sağ ol. Gəl abi, gəl. Hə, yol verin. Hoş Allah gəldin. mən kişi qırığı. Nətarsan ha? Sağ ol, hoş gəlmişsən. Buyur. Elə bir gözüm səndən su içmir. Keçək bacımın otağına bir söhbət eləyək. Elə bir nəsə sözdə adam oxşayırsan. Ha, səndə üz gördüm, ay Bakir. Ha, sən bacın təzə gəlindir. Bacımın otağında nə edirsən ha? Sən bacımın otağına nə girsən? Sən mənim bacımın qəlbinə girə bilirsən. Mən bacımın otağına girə bilmərəm, hə? Ha, yox, Ya görüm dağlamca kişi. Bakir, elə deyirəm, ay Bakir. Bakir. Olmaz da ya. Mənə başqa işlə tapşırmayın. Mən kənddə inək saxmışam, toyuq yumurtlatmışam, qoyun qırxmışam, it qovmuşam. Mən deməyin, ay yemək pişirir, paltar tüllər, şəkərpara pişirir, qoğa pişirir. Mən belə şeylər bilmirəm ha. İnək tapın sağım, toyuq tapın yumurtladım, qoyun tapın qırxım, it tapın qovum. Az, onu hələ sonra danışacağıq. İndi dur ki, qatonla onun qabağına. Mənim səninlə söhbətim qalır sonraya. Eşitdin? Amma, Abad, tubumun əziz canı üçün, xudumun üzərinə yemin edərim ağzından bir söz çıxsa, o müştərəkə, o padarkəyə evin sirrini desən də, bilirsən də səni yeyərəm də. Eşidirsən? Əgər Babat barədə bir kəlmə ağzından söz çıxsa, çıxacaq? Yox, sən... Hə? Yox. Mən qəbir. Sən öldüydün ha? Mən qəbir. Qəbir də. Qəbir. Yaxşı, baxacaq da. Sənin qudan gəlir, ən əziz adam gəlir. Uy, salam ay quda.
səni. Yoxsa Bu ne be? Bana da bura. Salam ağanas xala, nə darsan? Sağ ol, yaxşıyam oğlum. Sağ ol. Geç görüm. Geç otağa görüm ha kişi. Olmaz ama. O ne da bura yazıbsın ya? Kişiri tağı. Sen Allah saklasın. Anam baba. Senin kulağındaki sap nedir? Bu, Ha. az restoranda borçlu qalmadıq mı? Ha. Sırğanın nəyim var, hamısını götürdük, zalog verdik da. Mən də indi sapı bağlamışam, qulağıma bitişməsin. Hələ əllərimi bas qoş bağlamışam, şişməsin. Oh, hələ qaytarmayıblar. Yox, ha. Ver bax ha qohum. Mən başa düşə bilmədim. Bu nə təri qonaq qarşılamaqdır? Bu nə qaşqabaqdır? Nə olub? Yox. Yox. Mən başa düşə bilmirəm, valla belə donub qalmışam. Nəyə qadın? Bu nə gəlməkdir? Bu 3 gündən 3 gün keçmədi elə və gəlmisən bura. Aa, Biz aa, hörmətsizlik olur axı. Başa düşmədim. Nə hörmətsizlik? Zat deyirəm yəni ki, siz tələsə gəlmisiniz. Mənim də xəbərim yox. Yəni bir süfrə zadaşmamışam, bir yemək pişirməmişəm Canın sizin. sağ olsun. Mən belə deyirdim. Mən deyirəm, bir durub qohumun yanındayım. Yox, ola yaxşı elədi. Vallahi deyirəm, ola yaxşı idi. Nə tərsən? Salam əleykum. Sağ ol. Anne bak bu ne iyi daleme yani. Bu ne? Neydi də, tortucan idi də. Ay bu da sənin başına dönüm. Deməli, belə bir adət var da. Can. Kəndimizdə, elimizdə, obamızda. 3 gündən sonra gəlinin, qızın yəni valideynləri, atası, anası gəlin gördüyə gələr. İndi mən də anasını götürmüşəm, gətirmişəm balasını. Burada nə var? Çok gayret ediyor. Bizdə elə adət yoxdur. Bizdə həftədən sonra gələrlər, ona da həftə hamamı deyirlər. Başa düşürsən, gərək bir həftə keçsin, ondan sonra. Bizim də adətimiz belədir də, hə, 3 günə Sənin başına dolanın. Mən başa düşə bilmədim. Nə həftə hamamıdır. Deməli biz qızımızı görmək istəyəndə həftədə bir dəfə hamama getməliyik. Yox. Belə sən qəribə soruşdun, Deyəsən siz hamama ayda bir dəfə gedirsiniz, hə? Həftədə yox. Amanaz, mənim dədəm anamam təmizkar adamlar da. Ayda bir dəfə nədir? Ayda 2 dəfə girirlər hamama. Bəli. Ay bu da sənin başına dönüm. Deməli, bizim kəndimizdə adət belədir. Yəni, hamam bir həftə arvadlar üçündür, o bir həftə kişilər. Ona görə ayda 2 dəfə gedir. Atırmağa tələsmə. Xıdı. Bacımdan soruşacağım. Əgər mənə desə ki, ay nə bilim onun xətrinə dəymisən, ay nə bilim onu döymisən, məndən incimə Xıdı, bildin? Qaqa, sən başına dönmə. Sən kətdə də mənim qabağımı kəsib dedin ki, mən nə bilim bacıma belə eləsin falan eləyərəm, falan oldu falan eləyərəm. Sən bacın mənim arvadımdır. Mən ona nə istəsəm eləyə bilərəm daha. Mənim beynimin qurtlarına padyon vermə Xıdı. Mənim beynim söndü qurtardı. Bacı mənimdir, liboy vaxtırmışam onun dalında. Belə yolun düşsə, hər gün gəlib gedəcəm bu evə. Bildin ha, səndən icazə arası deyiləm ki. Bura mənim bacımın öyüdür. Belə hər gün gəlib gedəcəm. Vəbki də gəlib qalacam burada. Sonra... Mən yenə deyirəm, burada indi başqa məsələ yoxdur. Yəni bizdə adət budur ki, bizlərdə həftə hamamına gələrlər. O da çağıranda. Daha durub ata qızın həftə hamamına gəlməz. İndi sizdə belə adətdir, bizi gəlmişsin, indi mən durub sizə qoğlayan da öyle, balkondan atan da öyle. İndi... Ay aranız, ay qohum, ay quda.
Bizə minnət zad eləməyin. Biz elin obanın adəti ilə hərəkət eləmişik. Nədir? 3 gündən sonra gəlin gördüsünə gəlməliyik. Gəlmişik, burada nə var ki? Başa düşdün ha qaqa? Səsinə quzu kəsimsən. Soğuqaş, sənin oğlundan mənim gözüm su içmir. Niyə? Ola bilmirəm. Mənim uşağımı kətdə tutdu, dirədi divara. Hə. Bilmirəm ona nə dedi, nə demədi. İndi də elə içəri gələn kimi düz keçdi gəlinin otağına. Birdən bu zad olaraq, xuliqan zad olaraq... Ay yox, az yox. Səbi gəlin görüm, nə danışırsan, qadın olun. Bax, bütün kəndi gəzəsən ha. Mənim uşaqlarımla tərbiyəli uşaq yoxdur. Deyirəm, yeznə qayındılar da. Şirin söhbət eləyir. Fəxr edir, yeznəsinə. Ona görə yəqin söhbət tutar düşdülər. Sən olasan o əzizlərin canı. O padarkovu götür rədd elə o tərəfə, bu dəqiqə dimdiyləyəcək gözü. Apalını, əşidən kənd onu gətirməz də, bunu kəsəydiniz, yolayırdınız, gətirəydiniz. Kənd quşudur. Şimdi quşdur, hər nədir bilmirəm. Yaxşı da, yaxşı. Aparız, yaxşı. Ay qardaş. Ay başva dönüm. Ay mən səni almamışam, sənin bacını almışam. Sən nə istəyirsən məndən? Sən heç məni alada bilməzsən. Qaqa, Bakir satılmır, Bakir satır. Bildin qaqa? Bildim. Yəni deməyim odur ki, mənim bacım yiyəsizdir. Bir də ki, kənddə fikir verdim, elə bir dəhəm mənə baxıb gülürdün. Mən gülməliyəm. Ay yox, estağfurullah. Xuda, tu. Eşidən bilər, mənim dalımca nəsə bir söz danışmısan, nəsə bir palaskatdıq eləmisən, məndən incimə. Belə də ki, mən niyə təsbihlə baxmıram ki? Danışıb, danışmayıb. Danışıb, danışmayıb. Danışıb, danışmayıb. Bir dəqiqə, Danışıb. üzr istəyirəm. Bir dəqiqə. Sənin başına dönərəm. Səhərə qədər qrijamın ağrısından yata bilməmişəm. Olar mən yarım saat uzanım, dincimi alım, axırda nə çıxsa, bir dənə balaca qardaşımı oyadıb deyərsən də. Yatım nə də? Yatım nə də? Sən nə danışırsan ha? Mən sən üçün burada oyuncağam, uşağam. Sənə demirəm, özüm ölüm deyirəm, xudu. Danışıb çıxsa, özüm bir yumruqla səni baş izinli yatızdıracam. Bildin qaqa? Danışıb, danışmayıb. Danışıb, danış... Nə deyirsən ha? Ne deyirəm, görəsən axırda nə çıxacaq orada? Səsini kəsər. Bilib yatardın da. Danışıb, danışmayıb. Danışıb, danışmayıb. Danışıb, danışmayıb. Yenə yaranama bax. Nəzər nigaransan? Nə oldu? Deyən görüm. Nədir? Ses gəlmədi oradan. Gəlir. Nə gəlir az? Ay yoldan şamın qarşısına çıxır. Ay, yox, sən bu. Vallahi ses gəlir oradan. Az bir dur bax gör nədir də. Ay, nə şübhən eləyirsən? Nə şübhən eləyirsən? Az ses gəldi oradan. Vay, bu nə qabala? Qarı. Nə qarnı? Nə var? Kuduşun qarnıdır. Az yox. Yoxdur uşağın qarnına. Hə? Az gör qrija var üstündə. Qadan alım, niyə şübhəni eləyirsən? Xudunun qarnı nə olur? Mal qarnıdır da, kənd hədiyyəsidir, kənd paydı gətirmiş. Görmürsən? Nə mal qarnı? Mal qarnı neyirlər? Kətdə bu qızın sevimli bir danası vardı. Qızım gələndən sonra bu dana başladı böyürməyə. Böyürdü, gördüm yazıq ölür, tuttum kəsdim, qarnını gətirdim. Say, danayı kəsirsən. Dana böyürdü, qarnını gətirdim, sən
Tutab qoşduysan ama qazaq. Duraq bunu. Tutab pişirər. Madem tanıyır gözünüzü. Ha qızım. Başlarında yarışıyor. Gözün də yeyərsən biz də buradayıq. Yok bizde Biz buradayıq. Mənə bax, bir-iki skən çay gətir girən, atan-anan tortla yesinlər. Mən də gedirəm, mənim müştərim gəlib. Gedim onu yola salım, ondan sonra gələcəm. Çıldağa gəliblər. Gəl şurada çay verir. Yaxşı, hələlik. Dilim doldu kaynana, dedim oldu kaynana. Dilim oldu kaynana, dedim oldu kaynana. Güzelliğim oğlumu senden aldı kaynana. Senden aldı kaynana. Yeni sabah ola. Bismillah. Okuyuram. Oxuyansan? Tanıdınız? Yox. Mən televizora baxmıram. Gəl otur görüm bura. Bacım oğlu assiyentim dedi ki, nədənsə qorxmusan. Hə, qorxmuşam yaman. Nədən qorxmusan? Dünənləri mənim toyum olub. Hə, çox mübarək. Gecə qorxmuşam. Ölürəm. Nədən? Çalançılardan qorxdun? Yox. Kişi oxuyandan? Yox, nə kişi. Aşı gətirəndə qorxdun. İşıqlar söndürürlər, qapqaranlıq olur. Yox. Onda ateş yaşandıqdan. Bəlkə beydən qorxmusan? Işın. Bəydən qorxmuşam. Niyə? Gözlədiyin oğlan deyil. Gəldi evə. Hə. Şeydə də gəldi evə elə. Gəldi mən oturdum da belə. Oturdum birdən durdu ayağa. Bu. Hə. Durdu ayağa. İşığı söndürdü. Hə? Çıxartdı. Nə çıxartdı? Xəncər çıxartdı. Xəncər. Nədir sənə xəncərləşməyə gəlir? Deməmişkən onlarda adətdir. Toy gecəsi gəlinci xəncər çıxardırlar. Hə. Xəncər çıxartdı. Mən də cigərçaq oldum. Deməmişkən ki, xəncər çıxardı ki, yəni. Sənin Qorxusur, gözünü oyanmayan. oxumaz, hə. Müğənniyəm özdə. Sən Allah. Müğənniyəm mən. Can bala. Müğənniyəm. Bilirsən, o anası ölmüşün də gözü qorxub. Siz ancaq top tüfəylə gərək Bir abr eləyiblər ozda müğənnilər Top bizi. sən dedin, yadıma düşdüm. Mənim bu ərim rəhmətli idi, Arsenal zavodda işləyir baxır. Yaxşıdır deyirəm, toy gecəsi oldu üstümə tanklar gəldi. Valla. Eləmə, kifirlər düşər, eləmə günə. Öz kifiriyimdir. Civə! Ay Civə! Ay Allah'cım. Civə, oradan şkafdan. Sizin stəkanda da balam. Hə, iç mənim balam, içkilə. Oradan zad elə, bir dənə belə balaca xəncərim var, şkafda. Bu da. Bax, onu çıxar mənim üçün. Gör, necə adətlərə bax. Sən gir içəri, çıxar xəncəri. Ölürəm. Qorxma. Mənə bax, sən birinci dəfərdeydin. Yox, Qorxacaq qızım, Sımırlar. Qorxma. Bax, bu bir Ay Allah qorxu çıxdı. qəsdinə dururlar, ay Allah. Qorxma, yox, bu bir qorxu çıxdı. Qorxma girəli. Səni mən bu dəqiqə buradan belə bir ceyran kimi yola salacağım, süzə gələcəksən. Mən pazla çıxardacağam, pazla. Mən qorxacağım özlərdən. Sizin biraz. Hər şeydən qorxuram. Qorxma girə, qorxma. Hər şeydən qorxuram. Bundan əvvəlki əlindən də qorx. Bu necə oğlan idi bu? Bundan Hə, əvvəl. birincidən danışma, biabırçılığı. Sən Allah. O da İkinci çıxardar. də yaxşı dördü, üçüncü də. Maşallah. Sən heç ildırkı əlində qalmırsan ki. Nə bilim, dözə bilmirəm də, dözə Allah. Əsirdim belə canla. Yola vermirəm, istəyirəm mənə yola versin. Yola versin. Amma ki, belə şey gəlməmişdi başıma. Bunlar da səni yola vermirlər. Yox, bu xəncər belə, yəni mən... Sən şey reyimsən. Mən olsaydım çoxdan yıxılmışdım xəncərin üstünə. Ay yerişinə, duruşuna quzu kəsərəm sənin. Boylu, buxunlu. Allah qoca. Ay dədə. Ayma. Can! Təsbih yaxşı çıxdı. Hər bala. Ha sən demə xudu yaxşı oğlan idi. Yaxşı olsun. Bacımın 3 günlük idi, oynamaq lazımdı. Hoppa! Eynən özümdür. Mən də beləcəydim, boylum. Yaxşı, buyurun onu şey. Bakalım, ben öyle de hepsi de yetişi de durma, ceber görür.
Başım lazım efendim elə. Daş başıma sənət sənə dedim bunu bir damcık için. Ya dedim beni dağ elədilər. Ağız. Dağlamışam ya ama söz için dağlamışam ya. Həmçinin var mənə qızdırdım. İndi də bitki qızdırdım. Yalnızca bitki bilsin senin gözün. Tez elə gir içeri. Tez elə. Mənə bağlı. O krafikasyonun suyu döktün ama o yarasına eşitdi. Ondan sonra yavaş yavaş Turguz ağa deyinən ki Ağanaz xanım bunu sənə toy hədiyyəsi elədi. Pul zat lazım deyir, eşitdi. Yavaş yavaş çıxart onu bayra azdır həyətdə yerdən. Yox, qorxuram. Birdən məni vurdu elədi. Hayasız adam oxşur. Ağız dağlamışam onu, özündə də vursun səni. Gid içəri və gəl burada. Yürü Oynuyorum. Bacımın üstünlüğüydü. Ne kadar güzel öyle. Üç günlük dünyada oynuyor. Bana kurban olsun ben size. Ha köpek kızı, ahırda sen berbat oldun be. hep gelmiş sözü sen nereye geliyorsun? Ağlasana. Bacımın üstünlüğüydü ya. Oyna. Ay baba üç günlük dünyada oynuyor. Oyna oğlum, oyna. Ama 3 günlüğüm de oyna da ne olar? Anan ölsün artık. Sen orada o neftaşlarında zilim çekirsen. Kaynaklayırsan anan da burada oynaklayır. Vallahi ki. Tumunu diremi. Direm anası ölmüş ilmi Allah bilir. Darkır buraya için. Şahım orada kaynaklıyor. Şey çağır gelsin o da burada kaynaklasın. Oğlum. Bismillah. Ağanaz, Ago. Soruşma galiba olmasın. Bu kimdi böyle? Heç nə. Zatdır. Nədir onun adı? Dəlidir. Dəli, hə. Yo, əməlli başlı dəli dönsə kimi görür kişi arvadı. Deyir ki arvadınam sən də mənim ərimsən. Hər sən. Bilirsiz nə var mama? Onsuz da əvvəl axır hamı biləcək də. Nə var? Bu babatdır. Gör ama kızım, baba. Adını soruşam, adını. Qəbir məsələsi. Adı babatdır. Bu Xudunun birinci arvadıdır. Ne? Ağanaz! Başa düşmədim. Nətər yəni Xudunun birinci arvadı, ha? Ayna dur görmez. Ağanaz. Mən də başa düşə bilmədim ha. Mənim qızım Nabatı sən ikinci gəlin kimi gətiribsən. Ay arvadı başa düşmürsən, sən başa salmaq üçün mən neynəməliyəm? Ya bir görüm də. Görəm. Mənlik burada heç nə yoxdur. Allah sənə lənət eləsin. Qırın bir. Hay sənin qırın təpəmə çəkər. Ben bir de Deyim uşaqma. Hara gedirsən kişi qırır. Deyim uşaqma. Demez. oraya gitmeliyim. Demez. Bak nəzərə al ki mənim qırıcam var. Ona görə elə yerdən bu ki, bax partlayıb töküləcək, bura biabır olacaq. Uşaqma deyilmə, bırak uşaqma mənə danış. Mənə müştərək deyərlər ha, müştərək. Burada namus məsələsi var. Ne olacaq? Qanun eləyərəm. Müştəriysən,